yay mövsümü yaxınlaşır. Demək ki, bağ evi almağın əsl vaxtıdır. Bu gün sizlərə belə bir bağ evi təqdim edirəm ki, yerləşmə yeri Vişnovka 2 bağlarındadır. Həyətyan sahəsi 17 sotun içərisindədir və ev özü də 4 otaq mansardan ibarətdir. Hal-hazırda düzdür, evin içərisini çəkib təqdim edə bilmirəm. Belə həyətini falan hamısını təqdim edəcəm sizə inşallah. Bu videonu sonra qədər izləyəcək. Olmasa qiymət də münasibdir, açıqlayacağım axırda. Hal-hazırda həyətyan sahəsində gördüyünüz kimi, deməli burada sağ hissədə yerləşir. Belə bir zəfəranlıq olan sahəsidir. Gördüyünüz kimi ayrılıb. Burada üzümlüyüdür. Gözəl üzüm tənəkləridir burada əkilib. Və həyətdə də müxtəlif meyvə ağacları var. Deməli gördüyünüz kimi nar ağaclarıdır. Bax buradan o tərəfə qədər nar ağaclarıdır. Və o yanda digər ağaclar var. Onu da qeyd edim ki, burada da belə bir otaqdan ibarət evi var. Hər bir şəraiti ilə. Yəni burada bağ evi kimi istifadə etmək olar, qonaq evi kimi daha doğrusu istifadə etmək mümkündür. Keçirəm indi bağın o biri hissəsinə. Keçirəm o biri hissəsinə. Deməli 17 sot bağdır. Kommunallar da yaxınlığında. Qazı, işığı var. Yəni sayğaclardan da mövcuddur. İşıq sayğacı 3 faz aldı. Onu da qeyd edeyim. 3 faz işıqdır. Evin içərisində bu vəziyyətdədir. Yəni təmirə bir balaca ehtiyacı var. Həyət özü kvadrat həyətdir, səliqəli vəziyyətdə. Burada dediyim kimi müxtəlif digər ağaclardır, meyvə ağaclardır. Əsl bağ evində sakit bir ərazidir. Qarajı da var o hissədə. Evdə gördüyünüz kimi bu vəziyyətdədir. Yəni təmirə ehtiyacı var. Qiymət də belə bir ideal qiymət var ki, torpağın qiymətidir. Yəni bu ev sayılmır o qiymətdir belə baxanda. Çox münasibdir. Yəni 125 min manata deyilir. Real alıcıya sahibi tərəfindən endirim var. Sənəd də kupçadır. Çıxarış da xüsusi mülkiyyətdir. Yerləşmə dediyim kimi Vişnovka 2 bağlarında sakit bir ərazidə. Əlaqə nömrəmiz aşağıda və səhifəmizdə mövcuddur. Bu və bunun kimi digər bağ evlərlə tanış olmaq istəsəniz səhifəmizə daxil olub baxa bilərsiniz. Bizi izləməyi unutmayın. Sağ olun.